Bəzən müsəlmanın mövqeyi olmalıdırmı bu ələxüsus bu salam kəsmək məsələsində? Yəni özünü sələfiyə nisbət edən müsəlman bütün ümumilərlə salamlaşır, təşkilçilərlə salamlaşır, amma sən mövqe saxlayırsan, bəzilərinə salam vermirsən, dəvətçilərinə, bəzilərinə də çox belə soyuq salam verirsən. Yəni o sələfiyə nisbət edən müsəlman o mövqeyi saxlamalıdırmı o? Təbii ki, sələfilik biz artıq gəldik biraz qəliz bir məsələyə. Biraz məsələ artıq darlaşdı. Sələfilik kitab və sünnə və sahabələrin yoludur. Və onların arxasınca gələn alimlərin, tabein, ətbə tabein yoludur. Təbii ki, hər bir sələfi uzaqdır bidət əhlindən, onların fikirlərindən, onların yollarından. Bidət əhli də bölünür, hamısı eyni deyil. Onların önündə gedən dəvətçiləri var, o dəvətçilərə kömək eləyənlər var, bir də avam var, arxalarınca gələnlər. O birinci, yəni özləri bidətçilərin, ikinci onların köməkçiləri, onlarla münasibət qurulmur. Çünki Şeyx Maz Rahiməllah deyir ki, o dəvətinə kömək eləyəndə onun kimidir. Onun dəvətinə kömək eləyir, yardım eləyir. Amma arxada gələnlər olar ki, nə bilim, gedirlər də bilmirlər. Deyirlər, qardaş, mən qarışmıram. Belə. Onlarla münasibət olur, salam sağ olur. Amma yeri gələndə bəyan edirsən onlara ki, səhvsən, səhv edirsən, xatadır bu. Amma onlarla o birinci və ikinci, yəni özü ilə və dəvətlərinə kömək eləyənlərlə salamlaşmaq Əhl-i-Sünnə və Cəmaətin yoluna uyğun deyil. Səhvdir. Yaxşı. İndi bizim içimizdən qardaşlardan kimsə görüşürsə, burada da sələflər iki yerə bölünür. Var güclü sələflər, etiqadın, əqidəsinin, fikrini ortaya qoya bilir. Bir də var zəif sələflər, qoya bilmir. Mən görüşür. Və danışır ona görsən, oturur. Amma danışanda deyir ki, düz onlar səhvdir. Necə Şeyx Rabi, necə Şeyx Ubeyd öz kitablarında və öz səsli yazılarında deyirlər. Aydındır, Şeyx Rabi, Şeyx Ubeyd Cinayət-ü Təməyyü kitabı, Mumeyyilərin cinayəti. O kitabda deyir ki, sələflər iki yerə bölünür. Zəif sələflər, güclü sələflər. Güclü sələflər odur ki, onlar izhar edə bilirlər. Sələfiyyəti qoya bilirlər ortalığa. Zəif də qoya bilmir. Bunun xüsusiyyəti ola bilər, insan kimi də. Aydındır falan. Belə. O zəif də bizim qardaşımızdır. Zəif sələf, zəif qardaşımızdır. Aydındır, o da bizim qardaşımızdır, amma zəifdir. Tərk edirik onu, yox, biz ona yaxşıyıq, o bizim qardaşımızdır. Biz onunla münasibət bəsləyirik, nəsiyyət, aydındır, nəsiyyət davam eləyə. Nə vaxta qədər nəsiyyət edəcək? Nə vaxta qədər oldu? Aydındır, hasan ki, yəqin biləcək, getdi qoşuldu olaraq. Onların fikrində olma, onu tərk edəcəyim. Yox, deyir qardaş, mən düz bunu sayıram, düz budur, amma mən şey deyəmirəm, mənim xasiyyətimdə yoxdur, mən salam verəmirəm, vallahi mən utanıram. Biz onu mərdə qova qoydu, namərd eləyə bilmərik. Bəli.